Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem, onun pak, mütəhhər əhl-i beyti Allaha səcdə edən zaman nəyin üzərində, hansı cismin üzərində səcdə edərmişlər Allaha. Bir neçə nümunə gətirək, sonda say bəlli olsun və hansı cisimlərin olduğu da aşkar üzə çıxsın. Birinci nümunəmizi Müstədrək əl-Sahiheyn kitabından götürürük. Hakim Nişabuninin 1-ci cild səhifə 646-cı səhifə 1740 nömrəli hədis. 1740 nömrəli hədis Hakim Nişaburi buyurur: "Hada hədisun sahihul isnad və lem yuxricahu." Buxari, Müslim bu hədisi o kitabında yazmalıydılar, amma yazmayıblar nəyəsə görə, amma Buxari, Müslimin şərti ilə uyğundur. İmam Zəhəbi də 1740 nömrəli hədisin Təlxis kitabında buyurur ki, sənədi nədir? Səhihdir. Kitab sahibi və ona haşiyə yazan hər iki alim buyurur ki, kitab hədis etibarlıdır. Deməli, Abdullah ibn Abbas buyurur ki, Ənnən Nəbi sallallahu aleyhi və aleyhi və səlləm səcədə aləl həcər. Peyğəmbəri gördüm, Peyğəmbər daşın üzərində Allaha səcdə eləyərdi. Yəni, daşı qoyurdu qabağına və Allaha daşın üstündə səcdə edirdi. Bu bir nümunə, Peyğəmbər özü şəxsən daşın üzərində Allaha səcdə edib. Gəlirik digər bir nümunəyə. Sünən Əbu Davud bu çapla Sünən Əbu Davud bu çapla 86-cı səhifə hədisin nömrəsi 395 nömrəli hədis. Hədisin sənədi həsəndir, etibarlıdır. Əlbani bu kitaba təhqiqatı var, orada yazır ki, həsənun. Hədisin sənədi etibarlıdır. Cabir ibn Abdullah el-Ənsari buyurur: "Kuntu usalli əd-duhra ma'an-Nəbi sallallahu aleyhi və aleyhi və səlləm." Rəsulullahla zöhr namazını bir yerdə qılırdım. Həmən o anda buyurur ki, "Fəəxudu qabdatan minəl-husa." Husa kiçik daşlara deyilir. Bir ovuc, qabda ovuc, bir ovuc daş parçalarını götürürdüm. Ne üçün? Littəbrudə fi kəffi. Əlimdə soyutmaq üçün. Əlimdə soyudurdum bu əlimdən o əlimə, daşları hərəkətə gətirirdim ki, daşlar soyusun. Nə məqsədlə? Ada'uha li cəbhəti. Başımın altına, alnımın altına qoyum, namaz zamanı istifadə edeyim. Yəni, xalça palaz ola səhabə götürür, daşı əziyyət çəkir, soyudur və soyumuş daşın üzərində Allaha səcdə edir. Deməli, Ada'uha li cəbhəti, alnımın altına qoyurdum, əscudu əleyha. Bu daşların üzərində Allaha səcdə edirdim. Li şiddətil hər və isti də çox şiddətli idi. O şiddətli istidən daşlar çox qızmışdı. O hərarəti yüksək olan daşları səhabə əlində soyudub, onun üzərində Allaha səcdə edilmiş. Deməli, bəlli oldu ki, Peyğəmbərimiz və səhabə namaz vaxtı daşa səcdə edirmiş. Digər bir nümunə Səhih Buxari bu çapla 1-ci cilddə Peyğəmbərimizin səcdə etdiyi digər bir cisimlə tanış olaq. Deməli, səhifə 101-də, səhifə 101, 367 nömrəli hədis. Ənəs buyurur ki, nənəm Müleykə Peyğəmbəri qonaq çağırmışdı, yemək hazırlamışdı onun üçün. Peyğəmbər qonaq olduqdan sonra buyurdu ki, gəlin bir yerdə namaz qılağın. Ənəs dedi,
Həsir var idi, hasir. Fəqumtu ilə hasirin lənə. Bizim bir həsirimiz var idi evdə. Deməli, çox istifadədən qapqara qaralmışdı. Onu su ilə yudum, Peyğəmbər onun üstündə dayandı, biz də onun arxasında dayandıq, namaz qıldıq. Deməli, Peyğəmbər həsirin üzərində namaz qıldı. Gəlirik digər bir kəlmə əvəzi olaraq 368 nömrəli hədisə. Meymunə nəql eləyir, buyurur ki, gördüm Peyğəmbəri, Peyğəmbər kanən nəbi yusalli aləl xumra. Peyğəmbər xumra üzərində namaz qılırdı. Xumra kiçik həsir, yəni üz və alın miqdarında olan həsirə deyilir. Deməli, xumra həsir üzərində Peyğəmbər səcdə edib Allaha. Sahih Buxari, deməli, 629 nömrəli hədis. Əbu Səid el-Xudəri buyurur ki, məscidə yağış yağdı və yağış məscidin içinə daxil oldu. Peyğəmbəri gördüm ki, Peyğəmbər palçığa səcdə eləyir. Palçıq üzərində Allaha səcdə eləyir. Hətta Peyğəmbərin alnında palçığın izin gördüm. Deməli, suya qarışmazdan, su həmən Peyğəmbərin məscidinə daxil olmazdan öncə buradan başa düşülür ki, Peyğəmbərin məscidinin içi torpaq olub. Heç bir şeylə döşənilməyib, xalça ilə, palazla. Çünki əgər xalça, palaza bürünmüş olsaydı Peyğəmbərin məscidi, Peyğəmbərin alnı və burnu palçığa bulaşmazdı. Deməli, bu hədislərdən nə başa düşürük? Deməli, Peyğəmbər torpağa, yerə səcdə eləyib, torpaq, palçığa səcdə eləyib, daşa səcdə eləyib və böyük həsirə və kiçik həsirə səcdə eləyib. Xumra və hasir. Keçmiş videoların birində qeyd eləmişəm, ora müraciət edə bilərsiniz. Peyğəmbər həsir və yaxud kiçik həsir xumraya səcdə etməsi Əhl-i Beytin kəlamında öz təsdiqini tapır. Yer və yerdən bitən, yeyilib və geyilməyən. Yəni, İslam dinində bu qeyd elədiyim 5 bəndin üzərində səcdə eləmək səhihdir. Bundan başqalarına çıxmaqsa səcdədə problem yaradır. Ola bilsin bir nəfər desin ki, bu sənin şəxsi fikrindir və düz demirsən. Gələk, bu mövzunun xitamında İğasət əl-Ləhvan min Masaid əş-Şeytan kitabı, deməli, İmam İbn Qeym el-Cəvziyyə. Yəni, o sələf alimi yoxdur ki, bu kitabı tövsiyə eləməsin və bu kitabı tərifləməsin. Bu kitabda gəlirik səhifə 114-ə. Səhifə 114-ə gəlirik. 114-cü səhifədə İmam İbn Qeym el-Cəvziyyə nə deyir? İşarə qoyduğum yerdən başlayırıq. İrad tutur, deyir, bəziləri var, yapışıb, dirəşib ki, mən yalnız və yalnız xalçaya səcdə eləyəcəm. Xalçadan başqa heç bir şeyə səcdə etməyəcəm. Ölənə qədər bu adamın alnı yalnız xalça palaza dəyir. Xalça palazdan başqa bir şeyə səcdə etmərəm. Belə bir adamlar indi də var. Bu İmam İbn Cəvzinin vaxtında da olub. İbn Cəvzi bu sələfilərin imamlarından biridir. Nə deyir? وَلَمْ يُصَلِّ رَسُولُ اللّٰهِ sallallahu aleyhi və aleyhi və səlləm عَلَى سَجَّادَةٍ قَطْ. Peyğəmbər qəti şəkildə bir dəfə olsun belə xalça palaz üzərində, səccadə üzərində namaz qılmayıb. وَلَا كَانَتِ السَّجَّادَةُ تُفْرَشُ بَيْنَ يَدَيْهِ. Peyğəmbər qarşısına xalça palaz da belə
sərilmirdi. Bəl kənə yusalli aləl ard. Peyğəmbər hara necə namaz qılırdı? Yerə namaz qılırdı, səcdə eləyirdi. Rubbəma səcədə fit-tin. Palçıq üzərində Peyğəmbər səcdə eləyib. Və kənə yusalli aləl hasir. Həsirin üzərində Peyğəmbər səcdə eləyib. Yer mahiyyətli, yerdən elə bir müştəq olmuş hər hansı bir şeyin üzərində Peyğəmbər səcdə eləyirdi. Bu 114-cü səhifədə. Gəlirik 136-cı səhifəyə. 136-cı səhifədə də İmam İbnül Cevzi nə buyurur? Buyurur: "Qad sallan Nəbi sallallahu aleyhi və səlləm alə hasir. Qad isvaddə min tul ma lubis." İstifadəsi çox olan həsir ki, istifadələ qapqara qaralmışdı. Onun üzərində Peyğəmbər namaz qılıb həsirin. Sonra və ləm yufrəş ləhu fəvqəhu səccadə və ləm mindil. Həmən o həsirin üstünə nə xalça palaz döşənib, nə də ki dəsmal. Və kənə yəscud alə turab. Peyğəmbər torpağa səcdə eləyirdi tarətən, bəzi vaxtlarda və aləl husa, bəzi vaxtlar daşın üzərinə və tin tarətən, palçığın üzərinə və Peyğəmbərin alnında və burnunda palçığın izi görünürdü. Deməli, İmam İbn Cevzi buyurur ki, Peyğəmbər heç vaxt qəti xalça palaza səcdə etməyib. Və o insanlar ki, dirəşiblər, özlərinə söz veriblər ki, son nəfəsimə qədər yalnız və yalnız xalçaya palaza səcdə edəcəm, onları şeytan hiləsi ilə, şeytan tələsinə düşmüş bir insan kimi vəsf eləyir. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.